hər çərşənbə saat 18:00-da Sənət Arenasını dinləyin. Əziz dinləyicilər, hər birinizi salamlayıram. Sənət Arenası verilişini dinləyirsiniz. Mən aparıcınız Anar Rafiqoğlu. Bugünkü qonaqlarımız Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının gənc aktyorları Leyla Qasımova, Turqay Vəlizadə və Aslan Məmmədovdur. Xoş gəldiniz əziz dostlar, necəsiniz? Sağ olun Anar bəy, salamlayırıq sizləri. Xoş gördük. Sağ olun Anar bəy. Çox sevindik gəldiyinizə, təşəkkür edirik öncəliklə. Leyla, istəyirəm elə ilk öncə sizdən başlayaq. Həm truppanın rəhbəri olduğunuz üçün, həm də bugünkü yeganə xanım qonağımız olduğunuz üçün istərdim ilk sualı sizə verim. Biraz özünüz haqqında danışın. Leyla Qasımova kimdir? Yəni səni ilk dinləyəcək olan dinləyicilərimiz üçün vurğulayıram. Teatra gəlişin nə zaman olub? Təşəkkür edirəm. Birinci növbədə sizləri və bizi dinləyənləri salamlayıram. Hər və dəvətiniz üçün təşəkkürümü bildirirəm. Teatra gəlişim belə deyək də, mən uşaqlıqdan aktrisa olmağı arzulamışam və buna nail olduğum üçün çox xoşbəxtəm. Artıq 11 ildən artıqdır ki, mən Tbilisi Azərbaycan Dövlət Dram Teatrında işləyirəm və çox obrazlar yaratmışam. Eyni zamanda mən teatrın truppa rəhbəriyəm. Bildiyiniz kimi bizim teatrın çox böyük problemləri var. Şəraitsizliyi, təmirsizliyi və buna baxmayaraq bizim gənc fədakar aktyorlarımız canla başla işləyirlər və çalışırlar ki, Gürcüstanda Azərbaycan mədəniyyətini, incə sənətini, ədəbiyyatını və tarixini qorusunlar və yaşatsınlar. Bizim teatr Qafqaz ölkələrində yeganə Azərbaycan teatrıdır, hansı ki 141 yaşındadır və çox böyük bir tarixi var. Mən bir Azərbaycanlı kimi çox xoşbəxtəm ki, belə bir teatrda işləyirəm və Gürcüstanda öz millətimin incə sənətinə və mədəniyyətinə xidmət edirəm. Teatrın repertuarlarında çox maraqlı tamaşalar olunub. Hal-hazırda yeni tamaşanın üzərində çalışırıq. Kəmal Abdullah'nın Hərdən Mənə Mələk də deyirlər tamaşasının üzərində çalışırıq. Yaxın gələcəkdə bizim tamaşamızın premyerası olacaq. Eyni zamanda aprelin 1-i saat 1-də bizim teatrın kiçik səhnəsində Molière'in Georges Dandin tamaşası olacaq. İndidən bizim əziz tamaşaçılarımıza xəbərdarlıq edirik və dəvət edirik, buyursunlar, izləsinlər. Evet, çox gözəl Leyla. Öncəliklə uğurlar arzulayıram hər birinizə. Təşəkkür edirəm. Və növbəti sualım sizədir Turqay bəy. Bilirik ki, siz həm də teatrda rejissor olaraq fəaliyyət göstərirsiniz və son illərdə bir neçə tamaşa hazırlayıb səhnələşdirmisiniz. Bu tamaşalar haqqında nələr söyləmək istəyirsiniz? Olarsa da fikirlərinizi dinləyək. İlk növbədə dinləyicilərimizi salamlayıram, hamınızı. Çox sağ olun Anar bəy, dəvət elədiniz bizi. Başlayaq belə ki, yəni mən 2002-ci ildə teatr İncəsənət Universitetini bitirəndən sonra ilk növbədə Gürcü Rus Dram Teatrında, uşaq teatrında fəaliyyətə başladım. Sonra 2004-cü ildən artıq Azərbaycan teatrı Heydər Əliyev adına Tbilisi Azərbaycan teatrı açıldıqdan sonra paralel olaraq həm də Azərbaycan teatrında fəaliyyət göstərirdim. Belə deyək, əvvəlcədən necə aktyor kimi, sonradan da 2008-ci ildən artıq rejissor kimi fəaliyyət göstərirəm. İlk tamaşam mənim Tbilisi Dövlət Azərbaycan Dram Teatrında rejissor ampluasında, belə deyək, Üzeyir Hacıbəyevin Arvad tamaşası idi. Böyük klassikimiz, kompozitorumuz. Niyə Üzeyir Hacıbəyev? Çünki mənim, belə deyək, Azərbaycan klassiklərindən ən çox xoşladığım klassiklərdən biridir, belə deyək. Sonradan mənim rejissor işlərimdə Nodar Dumbadze'nin Didro, sonra Çexovun Ayı tamaşası, sonra Çexovun Ayı, İftixar Piriyevin Eşkin Tikan dairəsi,
Mən həmişə səninləyəm. İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar Sən həmişə mənimləsən əsəri və hal-hazırda da bir ay öncə bizim teatr İrəvan teatrından bərabər bizim teatrdan mən necə rejissor kimi Leyla Qasımova və Aslan Mamedov da necə aktyor kimi dəvət olunmuşdular teatrımızın aparıcı aktyorları kimi. Aslan həm də həmin tamaşada tamaşanın xoreoqrafı idi. Biz Nodar Dumbadzenin Didur əsərini səhnələşdirdik. Çox maraqlı bir əsər alındı və bizim gələcək proyektimiz də ayın 9-unda, aprel ayının 9-unda 9 aprelə həsr etmək istəyirik həmin bu proyekti. Və həmin proyektdə bizim teatrdan yenə Aslan Məmmədov və Leyla Qasımova necə aparıcı aktyorlar kimi iştirak edəcəklər. Və bu qeyd etmək istəyirəm ki, bu layihənin rəhbəri həm Azərbaycanda, həm də burada İftixar Piriyevdir. İftixar Piriyev də bizim teatr üçün çox böyük əməyi olub. Belə deyək, bizim Azərbaycan teatrının bərpa rəhbəri olub Azərbaycan teatrının. Çox gözəl Aslan bəy, sizə bu yolda uğurlar arzulayırıq. Turqay bəy. Üzr istəyirəm Turqay bəy. Uğurlar arzulayıram. Eləcə də Aslan bəyə də əlbəttə ki, uğurlar arzulayaq. Söhbət sizdən başlamışkən Aslan bəy, növbəti sualımı sizə ünvanlamaq istəyirəm. Siz teatrın yeganə aktyorusunuz ki, Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıbsınız və hətta Bakıda bir çox tamaşalarda professional aktyor olaraq fəaliyyət göstəribsiniz. Belə bir sual maraqlı olardı məncə. Azərbaycan və Gürcüstan teatrları arasında fərqlər nələrdir? İlk öncə salamlayıram sizi Anar bəy, həm də bizi dinləyən dostlarımızı. Sizin radionuza ilk dəfə gəlmişəm. Eşitdiyimə görə çox uğurlu radiodur. Özüm də bu yaxınlardan sizin dinləyicinizəm. Çox bəyənilir. Sizə uğurlar arzulayıram işinizdən. Teatra gəlməyim belə oldu ki, mən əvvəl lap uşaq vaxtından səhnə ilə maraqlı olmuşam, ancaq aktyor kimi yox, rəqslə məşğul olmuşam, gürcü rəqslərinə. Sonra universitetə verən illəri artıq 16 yaşım var idi. Məktəbi yeni bitirmişdim. Elə oldu ki, televizorda elan olundu. O vaxt ASTV kanalından İftixar Piriyev çıxış eləyirdi ki, Tiflisə gəlirəm və 10 nəfər İncəsənət Universiteti üçün uşaq seçəcəm Tiflisdən. Mən çox maraqlandım. Onda vaxt atama dedim ki, mən də istəyərdim Bakıda oxuyum. Yəni belə oldu. Əlaqə saxladıq. İftixar müəllim gəldi, baxdı, yoxladı, bir-iki şeir dedim. Sonra isə qabiliyyət imtahanını burada Gürcüstanda verdik. 10 nəfər Gürcüstandan olaraq. Test imtahanını isə Bakıda İnqilab 17-də. Amma çox təəssüf ki, o 10 nəfərdən teatrda işləməyə qayıdan tək mən oldum. O birisilər başqa işlərlə məşğul oldular. Bu bizim Tiflis teatrının yaranan gündən demək olar ki, ilk günlərindən mən teatrla birlikdəyim. Hələ o vaxtlar heç dövlət statusu yox idi. Evin muzeyində çox balaca bir səhnədə tamaşalar göstərirdik 10-15 nəfər üçün. Səhnənin demək olar ki 2 nəfər səhnədə duranda artıq darısqal idi. Səhnənin 2 metrə uzunu var idi, 1 metrə də eni. O səhnəni yenə də saxlayırıq, yəni yığıcan bir səhnə idi. İnşallah muzey eksponatı olacaq o gələcəkdə o səhnə. Yəni sonra Allaha çox şükür dövlət statusu da verildi. İndi binamız da var, düzdür təmirsizdir, amma var şəhərin gözəl yerində. 2 il bizim teatrda fəaliyyət göstərəndən sonra mən düşündüm ki, öz belə deyək də peşəkarlığımı biraz artırmaq üçün Bakıya yol tutdum. Bakıda İrəvan Dövlət Azərbaycan teatrında 3 il ərzində işləmişəm. İftixar Piriyevin rəhbərlik etdiyi teatrda. Orada mən doğrudan da çox təcrübə aldım. Universitetdə aldığımdan 100 dəfə, 1000 dəfə artıq təcrübəni mən orada almışam. Çünki orada mən xalq artistlərlə, əməkdar artistlərlə çiyin-çiyinə səhnə bölüşmüşəm. Azərbaycan demək olar bütün rayonlarını dəfələrcə gəzib qastrollarda olmuşuq. Türkiyədə yəni çox məhsuldar bir 3 ilim oldu. Sonra isə artıq belə deyək də puxtələşəndən sonra İftixar müəllim də belə məsləhət gördü ki, mən bu teatr üçün daha lazımlıyam. Ona görə də qayıtdım. Hal-hazırda 4 ildir qayıtmışam. 5 ildir, nə bilim, bir vaxt idi. 4-5 ildir qayıtmışam və hal-hazırda Tiflis Dövlət Azərbaycan teatrında öz dostlarımla bir yerdə işləyirəm və demək istəyirəm ki, bizim trupa gənc aktyorlardan ibarət olsa da çox peşəkar uşaqlardır və hamısının çox gözəl gələcəyi var.
Çox gözəl Aslan bəy, sizə yenə uğurlar arzulayıram. Çox sağ olun Aydır. Leyla xanım, keçək növbəti suala. Bu sual belədir. Bu günə kimi bir çox maraqlı obrazlar yaradıbsınız. Bu obrazlardan sizin üçün ən özəl olanı hansıdır? Hər obraz mənim üçün çox maraqlıdır və çox əzizdir, əlbəttə ki. Çünki obrazı yaratmaq üçün onu hiss eləməlisən, yaşamalısan və tamaşaçılarına yaşatmalısan. Ancaq ən əziz və ən belə sevdiyim rol mənim birinci rolum olub. Çünki çox həyəcanlar keçirmişəm. Kəmal Abdullah'ın 1-2 bizimki tamaşasında almışdım bir rol. O çox həm məsuliyyətli rol idi, həm çox ağır rol idi və öhdəsindən ilk dəfə səhnəyə çıxdım, öhdəsindən yaxşı çıxa bildim və mən buna görə Qoço Kapanadzıya da çox təşəkkürümü bildirirəm. Çünki ondan çox şey öyrəndim mən. Ən yadda qalan və sevdiyim rol o olub. Çünki çox həyəcan keçirirdim və çox yaxşı alınmışdı. Birinci rolum, ilk dəfə səhnəyə çıxdığım rol. Çox gözəl Leyla xanım. Turqay bəy, növbəti sualı sizə səsləndirmək istəyirəm. Sizcə rejissorluqmu yoxsa aktyorluqmu? Hansı daha çətindir və siz özünüzü rejissorluqdamı yoxsa aktyorluqdamı daha uğurlu görürsünüz? Belə deyək, mən hal-hazırda həm necə aktyor, həm də necə rejissor kimi fəaliyyət göstərirəm. Bu sual belə deyək də, yəni hər ikisi başqa-başqa peşələrdir, belə deyək. Aktyorluq, hər ikisi maraqlı, hər ikisi belə deyək. Mən rejissorluğa aktyorluqdan gəlmişəm. Belə mən ayrıca rejissorluqdan yəni başlamamışam. Yəni bu suala cavab vermək məncə biraz çətin olur. Hər ikisi çox maraqlıdır, hər ikisi çox belə deyək. Ancaq qısa sözlə maraqlıdır. Turqay bəy, ancaq hal-hazırda məsələ hansını görməkdən daha çox zövq alırsınız? Bilirsiniz necədir? Hal-hazırda mən son vaxtlarda necə rejissor kimi daha çox fəaliyyət göstərirəm, nəinki aktyor kimi. Ancaq elə olub ki, öz tamaşalarımda da əksər hallarda belə deyək, aktyor kimi də oynamışam. Yəni belə deyək də, həm aktyor, həm rejissor olmuşam. Belə deyək də, iki tərəfli zövq almışam, belə deyək. Bunun özü də gözəl bir duyğudur. Gözəl, çox gözəl bir duyğudur, nə bilim, bunu belə deyək. Sözlə ifadə eləmək bunu çox çətindir. Bunu hiss eləmək lazımdır, yaşamaq lazımdır. Nə gözəl. Aslan bəy, bənzəri müqayisəvi sualı sizin üçün də səsləndirmək istəyirəm. Siz həm komediya, həm dramatik, eyni zamanda tragik rolların öhdəsindən ustalıqla gəlirsiniz. Ancaq bir aktyor olaraq komediyamı yoxsa dramatik əsərlərdəmi oynamaq sizin üçün daha xoşdur? Halal Danar bəy, çox maraqlı suallarınız var. Eyni dərəcədə çox çətin aktyor üçün. Çünki nə bilim valla, mənə elə gəlir ki, yaxşı aktyor olan kəs hər iki rolları məharətlə oynamalıdır. Aktyorun kəskin bir ampulası olmamalıdır. Yəni dramatik olar, yoxsa komedik, onun üçün fərqi yoxdur. Yəni mən özümü professional belə deyək də, güclü aktyorlardan hesab eləmirəm. Əstəğfurullah, yəni hələ bizim öyrənməyi çox var. Amma nə bilim, şəxsən mənim fikrimcə bunu tamaşaçı daha da yaxşı bilər. Mənim şəxsi fikrimdir ki, məndə komediya biraz daha da yaxşı alınır. Bir qeyd etmək istəyirəm, Allah sağ olun müəllim. Əlbəttə. Aslan belə deyək, Aslan mənim bütün tamaşalarımda belə deyək, baş rollarda oynayıb. Həm tragediya, həm də komik rollar Aslan eyni yəni böyük bir ustadlıqla bir ifa edir. Ki, bu suala belə deyək, mən cavab verim Aslanın yerinə. Mən özüm də Aslanla bir neçə dəfə eyni səhnəni bölüşmüşəm. Bəli. Ona görə bələdəm və Aslan həqiqətən də, Aslan bəy bu iki janrı da çox ustalıqla yerinə yetirir. Mən də razıyam bu fikrinizlə. Keçdiyimiz verilişlərin birində bizim qonağımız sizin dostunuz olan, elə teatrın üzvü olan Fazil Bayramov idi. Onunla teatrın problemləri ilə bağlı xeyli danışdıq. İndi İstərdim sizinlə də bu mövzu çərçivəsində danışaq. Teatrın problemləri nələrdir? Bu sualı onda qeyd edim ki, üçünüzə də ünvanlayıram. Üçünüz də bir öz fikrinizi söyləyə bilərsiniz.
İcazə versəniz mən Buyurun. başlayıram. Əlbəttə, buyurun. Siz xanımsız, bugün icazə sizin. Bəli, buyurun. Evet. Mən az əvvəl də qeyd elədim ki, bizim teatrımızın çox böyük problemləri var. Təmirsizlikdir, şəraitsizlikdir. Binamızın səhnəmiz yoxdur. Yəni ki, necə səhnəmiz var, kiçik səhnəmiz də var, böyük səhnəmiz də var, ancaq çox şəraitsizlik və bərbad haldadır. Artıq illərdir ki, biz bunun əziyyətini çəkirik. Təəssüflər olsun ki, bugünə kimi hələ bir şey həll olunmayıb. Amma bizim ümidimiz var ki, yaxın gələcəkdə bizim teatrımızın binası artıq təmir olunacaq və biz öz maraqlı tamaşalarımızı öz teatrımızın səhnələrində göstərəcəyik. Teatrın binası 4000 kvadratdan biraz artıqdır. Ancaq binada bəzi ailələr yaşayırlar. Hal-hazırda rəsmi olaraq teatrın 800 kvadratı bizə aiddir və o 800 kvadratı da təəssüflər olsun ki, o da yararsız bir vəziyyətdədir. Biz ümid edirik ki, bizə söz veriblər, ümid edirik ki, yaxın gələcəkdə artıq bu problem çözüləcək. Çünki bizim tamaşaçılar bizim teatrın səhnəsinin ünvanını bilmirlər. Biz məcbur qalırıq başqa gürcü teatrların səhnələrində öz tamaşalarımızı göstərək və bu da əlbəttə ki, çox əlavə çətinliklər yaradır. Çətindir əlbəttə ki, çünki tamaşaçılarımız teatrımızın ünvanını bilmirlər. Amma biz yenə də az əvvəl qeyd elədiyim kimi bizim gənc peşəkar aktyorlarımız canla başla hər gün həyat riski yaşayaraq belə deyək, gəlirlər, çalışırlar, işləyirlər, mədəniyyətimizi qoruyurlar, tariximizi, incəsənətimizi. Çünki biz yeganə Azərbaycan teatrıyıq Gürcüstanda və özümüzə borc bilirik. Burada mədəniyyətimizi qorumalıyıq, yaşatmalıyıq. İnşallah bu problem yaxın gələcəkdə çözülər. Bizim çox böyük ümidimiz var. Biz də ümid edirik və Turqay bəy, Aslan bəy, siz də bu haqda qısaca bir öz fikrinizi söyləyərdiniz. Baxmayaraq ki, teatrımız belə təmirsiz vəziyyətdədir, yəni problemlər var. Belə deyək, bizim aktyorlarımız, yəni hamımız bizim çox böyük bir maraqla öz işimizi davam edirik. Baxmayaraq bu problemlərə. Yəni səhnəmiz yəni oynaya bilmirik öz səhnəmizdə. Ancaq buna baxmayaraq kiçik səhnəmizdə bu yaxınlarda ayın aprelin 1-də yəni öz səhnəmizdə tamaşamız olacaq. Düzdür, orada belə deyək də imkan yoxdur, biraz azdır. Yəni orada işıq məsələsidir və s. Tamaşaçı tutma filan da azdır. Bəli, tamaşaçı da 40 adamdan artıq yerləşmir. Yəni onu da öz qüvvələrimizlə oranı hazırlamışıq, belə deyək. Buna baxmayaraq, yəni öz səhnəmizdə də kim artıq tamaşaçı alışsın, yəni öz binamıza. Ancaq təəssüf ki, öz binamızda biraz böyük tamaşaları artıq oynaya bilmirik. Çünki səhnə çox balacadır. Yəni başqa teatrların səhnələrində oynamağa məcburuq. Ancaq onu demək istəyirəm ki, baxmayaraq ki, problemlərimiz var, biz çox böyük enerji sərf edirik. Yəni öz sənətimizi sevirik, öz teatrımızı sevirik və Gürcüstanda olan Azərbaycan teatrı, yəni Azərbaycan teatrını yaşadırıq. Yəni bizim bu necə bir Azərbaycanlı kimi borcumuzdur. Çox gözəl. Bu həm də çox önəmli bir missiyadır. Siz öz üzərinizə götürübsünüz bu missiyanı. Aslan bəy, buyurun son olaraq sizdə. Dostlarım çox düzgün qeyd elədilər bizim teatrın binası haqqında. Yəni bu barədə məncə daha bütün dünya bilir, car çəkmişik, belə pis çıxmasın. Sən özün də çox yaxşı görmüsən, dəfələrlə teatrda olmusan, aktyor kimi, tamaşaçı kimindən. Mən başqa problemə toxunmaq istərdim. Bizim həm də aktyor problemimiz var. Bildiyiniz kimi truppada cəmi 12 nəfərdir. Hamı eyni yaş kateqoriyasında, demək olar 3-4 yaş fərqimiz var, yəni eyni nəsildir. Yaşlı aktyor problemimiz var. Tutaq ki, yaşlı obrazlar oynayanda məcburi qrim eləyəsi oluruq. O da nə dərəcədə düzgün olur, tamaşaçını aldatmaq kimi belə pis çıxmasın əməl gəlir. Yaşlı aktyorlarımız yoxdur. İndi birazdan maşallah böyüyürlər aktyorlarımız. Gənc aktyorlara ehtiyacımız olacaq. Çox yaxşı olardı ki, Gürcüstanda gələcəkdə Azərbaycan qrupu açılsın. Mən şəxsən Gürcüstanda istəyirəm. Nəyə görə Bakıda istəmirəm? Çünki Bakıya gedənlərin 99%-i qayıtmır
mən onu öz gözümdə görmüşəm. Məndə olan məlumata görə siz də Anar bəy aktyor kimi dəqiq təhsil alırsınız. İnşallah oxuyub qutarandan sonra çox böyük məmnuniyyətlə sizi səhnəmizdə izləmək istəyərdim mən və eynən də buradan səslənmək istəyirəm ki, bizdə olan bizim Azərbaycan gənclərinə ki, maraqları kimi marağı varsa da lazımdır. Nə qədər bizdə yurist, diş həkimi olmalıdır, nə qədər başqa peşələr. Qoy aktyorluğa da maraq göstərsinlər. Qızlarımız, oğlanlarımız, gənclərimiz şərtli Azərbaycan ilə getsinlər. Gürcü kimin imkanı var Gürcü dilində oxumaq, getsin Gürcü dilində oxusunlar. Gələcəkdə bizim teatrımızın kadr problemləri olmasın. Yəni buna bu başdan baxmaq lazımdır. Çox sağ olun Aslan bəy. Dediklərinizə nöqtə vergülünə qədər qatılıram. Çox sağ olun. Həqiqətləri söylədiniz. Biraz da istəyirəm gələcək yaradıcılığınız planları haqqında danışasınız. Növbəti tamaşalarınız nə vaxt olacaq? Ümumiyyətlə qastrol planlaşdırırsınızmı harasa? Buyurun cavablayın. Qoy bunu Turqay ilə Leyla danışsın. Mən aktyor adamım. Mənə dedilər sür dəriyə, sürəcəm dəriyə. Buyurun o zaman. Bildiyiniz kimi Anar bəy bu yaxınlarda bizi Azərbaycana dəvət eləmişdilər. Bəli. Biraz keçmişdən danışın, sonra gələcək planlarımızdan da əlbəttə ki danışacağıq. Bu yaxınlarda bizi Azərbaycana Leyla Əliyevanın layihəsinə dəvət eləmişdilər. Bizim Tbilisi Azərbaycan Dövlət Dram Teatrından 3 nəfər aktyor dəvət olunmuşdu. Turqay Vəlizadə, Aslan Məmmədov və mən Leyla Qasımova. Turqay Vəlizadə tamaşanın rejissoru kimi dəvət olunmuşdu. Mən və Aslan Məmmədov tamaşada iştirak edən aktyorlar kimi. Bizimlə bərabər orada İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyorları da iştirak etmişlər. Buradan da onlara çox böyük minnətdarlığımı və təşəkkürümü bildirirəm. İrəvan Teatrının direktoruna İftixar Piriyeva və onun gözəl kollektivinə. Çünki çox böyük qayğıları və əməkləri oldu bizlərin üzərində. İnşallah gələcəkdə yenə bir neçə layihələr planlaşır. Onun haqqında Turqay Vəlizadə danışacaq. Və mən arzulayıram ki, inşallah gələcəkdə daha çox layihələr olar. Bizi dəvət edərlər. Bizim Gürcüstan Azərbaycan Dram Teatrının aktyorlarını. Çünki bu layihə hər bir ölkə üçün, Azərbaycan üçün də, bizlər üçün də çox vacibdir. Biz orada Gürcü dramaturgun Nodar Dumbadze'nin Didro tamaşasını göstərdik və xoşbəxtliyimizdən çox böyük uğurla alındı və biz fəxri fərmanlarla qayıtdıq vətənimizə. İnşallah gələcəkdə olan layihələrdə də iştirak eləyərlər. Bizim teatrın aktyorları və fəxri fərmanlarla qayıdarlar yenə vətənlərinə. Mən düşünürəm ki, bu sadəcə olaraq bizim teatrın və bizim aktyorların uğuru və fəxri deyil. Bu eyni zamanda bütün Gürcüstan ziyalılarının, bütün Gürcüstan Azərbaycanlıların fəxri və uğurudur. Və bir şeyi yenə qeyd etmək istəyirəm, getməmişdən əvvəl. Gürcüstanda Azərbaycan radiosunun açılmağı məncə çox böyük bir xoşbəxtlikdir. İllər sonra bunun açılmağı həqiqətən çox vacib idi, çox lazımlı idi və bu Gürcüstanda Azərbaycan radiosunun açılmağına səbəb olan, burada çalışan və əmək göstərən hər bir şəxsi təbrik edirəm, uğurlar arzulayıram. Allah işinizi avand eləsin və radionuz uzun ömürlü olsun inşallah. Çox sağ olun Leyla xanım. Onu da kiçik bir düzəliş etmək istəyirəm. Bəli, bu radio Azərbaycan dillidir, ancaq eyni zamanda da Gürcü radiosudur. Bu düzəliş etdikdən sonra gələcək planlar haqqında Turqay bəyin fikirlərini alaq. Öncədən dediyim kimi bu yaxınlarda 9 apreldə biz bu 9 aprellə əlaqədar bir layihə hazırlayırıq. Bu layihənin rəhbəri İftixar Piriyevdir. Yəni necə Azərbaycanda biz layihə həyata keçirdik, necə dəvət olunmuşduq. Bu layihənin də rəhbəri İftixar Piriyevdir. Rejissoru mənəm, quruluşçu rejissoru. Yəni eyni həmin bu tamaşanın, Nodar Dumbadze'nin Didro tamaşasını müharibəyə həsr olunur bu tamaşa. Müharibəyə həsr olunduğundan biz bu tamaşanın 9 aprel günü oynamaq niyyətindəyik. Bu tamaşada
həyata keçirilməsi üçün Azərbaycan Mədəniyyət Nazirliyi, Gürcüstan Mədəniyyət Nazirliyi, Tiflis Dövlət Azərbaycan Dram Teatrı Heydər Əliyev adına və İrəvan Dövlət Azərbaycan Dram Teatrı, yəni iştirak edir. Yəni ortaq layihədir. Hər iki nazirliyin və hər iki teatrın iştirakı ilə və inşallah uğurla keçəcək, inşallah hər şey ürəkdən inanıram. Əlbəttə ki, uğurlu olacaq. Buna mən inanıram. Belə əziz dostlar, son olaraq Gürcüstanda yayımlanan ilk Azərbaycan dilli Gürcü radiosu olan EG FM haqqında fikirləriniz nələrdir? Elə onu söyləyəcəkdim. Buyurun. İlk növbədə mən həm təşəkkürümü bildirmək istəyirəm sizə ki, belə bir iş başlamısınız. Yəni çox gözəldir, çox gözəl bir iş başlamısınız ki, öz dilimizdə, Azərbaycan dilində radioda həm verilişlər səslənir, həm hər tərəfli xəbərlər və s. bəli. Sizə çox böyük uğurlar arzulayıram. Yəni daha da uğurlu işlər ortaya çıxardasınız, daha uğurlu layihələr həyata keçirəsiniz. Çox sağ olun Turqay bəy. Qısa sözümlə belə deyək. Bəli, hər şeyi ifadə etdiniz məncə. Çox sağ olun. Sağ olun ki, varsınız. Sağ olun. Minnətdaram sizə. Buyurun dostlar, hər hansı bir sözünüz varsa yekunlaşdıraq yavaş-yavaş. Mən bununla əlaqədar fürsətdən istifadə edib arada dedim və yenə də uğurlar arzulayıram. Çox sağ olun. Həqiqətən bu bizim Gürcüstan Azərbaycanlılara çox lazım idi, çox vacib idi və sağ olun ki, varsınız və belə bir layihəyi həyata keçiribsiz. Allah işinizi avand eləsin. Təşəkkür edirik. Çox böyük uğurlar arzulayıram sizə və mən inanıram ki, mütləq elə də olacaq. Çünki kollektiviniz çox gözəl bir kollektivdir, çox böyük əməyiniz var və mən bilirəm ki, siz çox çalışırsınız üzərinizdə və bu davam eləyəcək gələcəkdə də. Çox sağ olun. Dəvətiniz üçün də bir daha təşəkkürümü bildirirəm. Bizim üçün də olduqca xoş oldu. Aslan bəy, buyurun sizin də sözlərinizi alaq və mən də dostlarımın arzularına qoşuluram. Sizə bol-bol uğurlar arzulayıram Anar bəy. Doğrudan da çox maraqlı layihədir. Bu ilk növbədə bizim Azərbaycanlıların belə deyək, Gürcü millətinin inteqrasiyasına çox böyük rol olacaq və bunda sizin çox böyük rolunuz var. Bu yolda sizə uğurlar arzulayıram. Doğrudan da çox gözəl bir iş görürsüz. Uğurlar. Təşəkkür edirik Aslan bəy. Eləcə də bütün dostlarıma təşəkkür edirəm. Sağ olun bu gün gəldiyinizə görə. Bizə ayrılan vaxt isə burada sona çatır. Minnətdaram bir daha və onu da qeyd edim ki, əziz dostlar, sizi gələcək verilişlərimizdə də inşallah ayrı-ayrılıqda da dəvət edəcəm. Gəlib öz yaradıcılığınızı işıqlandırarsınız yenidən. Təşəkkür edirik. Çox sağ olun Anar bəy. Sağ olun. Çox sağ olun. Anar bəy, sizə də şəxsən çox təşəkkürümü bildirirəm. Çox sağ olun Leyla xanım. Belə yavaş-yavaş bizə ayrılan vaxt sona çatmaq üzrədir. Belə əziz dinləyicilər, sağ olun bizi dinlədiyiniz üçün. Daha bir sənət arenası verilişinin sonuna çatdıq. Mən aparıcınız Anar Rafiqoğlu. Onu da qeyd edim ki, bu verilişimizin qonağı Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları Leyla Qasımova, Turqay Vəlizadə və Aslan Məmmədov idi. Sağ olun, sağlıqla qalın. Hər çərşənbə saat 18:00-da Sənət Arenasını dinləyin.